Salam dostlar. Növbəti xəstəmiz 62 yaşında kişi xəstədir. Təxminən 1 il ərzində müxtəlif xəstəxanalarda, ölkə daxilində və ölkə xaricində, Türkiyədə və s. olmaqla bir neçə xəstəxanada olub və xəstəxanaların hərəsində xəstəyə müxtəlif diaqnozlar qoyulub. Xəstə isə ağrıdan, kəskin saralmaqdan əziyyət çəkirdi. Bizə müraciət elədikdə özünün dilindən eşitsəz daha yaxşı olacaq. Öz deməsinə görə ki, xəstə yemək gördükdə iyindən belə iyrənib ürək bulanması və s. yeməyi yeyə bilmirmiş. Hesab sarıydı. Bu gün əməliyyatımızdan təxminən 3 gün keçib. 3 gündən sonra artıq qan dəyərləri, hansı ki leykosit və s. və ümumi bilirubin dəyərləri aşağıya normaya yaxınlaşır və təxminən 1 həftə 10 gündən tamamilə normallaşacaq Allah qoysa. Xəstəyə tərəfimizdən aparılan müayinələr əsasında xoledoxun distalında daş olması aşkarlandı. Daş 2 santimetrlik, bir dənə balaca, bir qədər balaca daş. Yəni xoledoxun da diametri təxminən 2 santimetr civarında genişlənmiş. Və əməliyyatı endoskopik yolla icra etdik. Heç bir kəsiksiz, plansız. Hal-hazırda xəstə bizim yanımızdadır. Buyursun müəllim özü ali təhsilli müəllimdir və öz başına gələnləri daha detaylı formada sizlərə anlatacaq və nə əziyyətlər çəkir və bu əziyyətləri çəkdikdən sonra əməliyyatdan 3 gün keçməsinə baxmayaraq, bu 3 gündə həmin əziyyətlər təkrar olunubmu, olunmayıbmı öz dilindən eşitdik. Buyurun müəllim. Mən demək olar ki, bəlkə də ildən artıq da əziyyət çəkirəm. Bir çox xəstəxanalara getmişəm, müraciət eləmişəm. Yoxlama ərzində mənə başqa bir diaqnozlar qoyulub ki, hansı ki, dəfələrlə də həmin demək olar ki, müalicələr aparmışam, heç bir effekti olmayıbdır. Ağrıdan yenə də əvvəl kimi daha da ondan şiddətli ağrılar görmüşəm. Türk Cümhuriyyətində, Erzurum, İğdir, İstanbulda, hələ İstanbula kimi getmişəm. Yəni ağrıma heç bir cavab verilməyibdir. Və bu son vaxtlar 2-3 gün ərzində mən araşdırmalar apararaq Rami doktora müraciət eləmişəm. Həqiqətən Rami doktorun əlləri qızıldır. Hər kəsdən, yəni kimsə ağrıysa, Rami doktora müraciət eləməli. Mən öz ceyimdən, yəni nətər deyim sizə, Problemdən nəticə çıxardar. Nəticəsi belə %100'dür, yaxşıya doğru. Rami doktorun həqiqətən, yenə deyirəm, əlləri qızıldır. Heç nədən qorxmayın, çəkinməyin, müraciət eləyin. Mən də bu gün 3-cü gündür əməliyyat olmuşam, sanki anadan yeni doğmuş. Hər şey yeyirsiniz? Bəli, hər şey yeyirəm, suyunu vaxtında içirəm. Normal təbiət. Heç bir piristopsa da ağrı hiss eləmirəm, heç bir dərman da deyəcək, atmağa yəni ehtiyac yox. Bəs əvvəl necə idi? Bu əməliyyat olunmamışdan qabaq yemək yedikdə nə baş verir? Yox, əvvəlcə demək olar ki, mən 6 gündə Allah'ın da olsun, heç bir qab, balaca da olsun yemək yeyə bilmirdim. Yəni, ürək bulanma, qusma verirdi. Ürək bulanma, qusma, bəli, yeməyi görməyə daha istəmirdim. Eynilərdə demək istərdim ki, Rami doktorun bu kollektivi həqiqətən belə necə lazımdır, köməklik edeyim. Təşəkkür edirəm sizə. Allah'ın olsun. Sağ olun. Əlləriniz öpülməli kişisiniz. Nadir kişilərdən birisi. Sağ olun, təşəkkür edirəm. Təşəkkür edirəm.